Əkizlər bürcü olaraq qədər formulunu hesablamaq üçün doğum tarixinin rəqəmlərini topla və bir rəqəmlə indir. Əgər həyat yolun yekə alındıysa, bu enerji səni həm dərin düşünən, analiz edən və hər şeyi anlamağa çalışan biri edir. Həm də daxilində özünü ifadə etmək, danışmaq və paylaşmaq ehtiyacı yaradır. Sən zəka, sürətli düşüncə və ünsiyyətə sahib biri olaraq dərin düşüncə ilə hər şeyin arxa planını anlamaq istəyirsən. Nəticədə bu enerjilər sənin dərinliyini sözə, ifadəyə və yaradıcılığa çevirmək istəyir. Amma bu enerjinin əsas çətinliyi ondadır ki, sən daxilində çox şey yaşasan da bunu açmaq həmişə asan olmur. Bir tərəfin analiz edir, düşünür və hər şeyi dərindən hiss edir, digər tərəfin isə bunu ifadə etmək, danışmaq və paylaşmaq istəyir. Bu isə bəzən səni ya həddindən artıq susmağa, ya da birdən-birə çox danışmağa aparır. İnsanlarla ünsiyyət bacarığın olsa da hər kəsə açılmırsan. İçində olanları tam ifadə edə bilmədikdə isə narahatlıq və daxili gərginlik yaranır. Münasibətlərdə həm dərin vaxt istəyirsən, həm də tək qalmağa ehtiyac duyursan. Bu isə qarşı tərəf üçün səni anlamağı çətinləşdirə bilər. Bəzən anlaşılmamaq hissi yaşayarsan və öz dünyandan çəkilərsən. Əsas dərsin odur ki, düşündüklərini, hiss etdiklərini içində saxlamayıb ifadə etməyi öyrənəsən. Uğurunun sirri isə bu dərin düşüncəni, zəkanı birləşdirərək bunu ifadəyə, yaradıcılığa və insanlarla paylaşmağa çevirməkdir.